davamlı sizi sevməyən insanlardan yapışırsınızsa və qopa bilmirsinizsə, bu o deməkdir ki, inanmısınız ki, uşaq vaxtı valideynlərinizdən biri sizi sevməyib ya da sizə uzaq olub, soyuq olub sizə qarşı, emosiyalarına simiclik eləyib sizə qarşı, sizə belə gəlir. Okay? Bu strukturu beyninizin içərisində işlədiyiniz zaman artıq bu gestalt bağlayırsınız. Yəni artıq böyüdükdən sonra həyatınızda həmin valideyninizlə yaşadığınız duyğuları sizə təkrarlayan insanları tapıb da onlara yapışma ihtiyacı duymursunuz. Çünki hal-hazırda həmin o yapışdığınız, qopa bilmədiyiniz o insan, hansı ki özü sizi itələyir, o insan valideynlərinizdən birini proyeksiya verir sizə. Yəni valideynlərinizdən birinin obrazı da həyatınıza başqa bir kişi kimi gəlib ki, o gestaltı bağlayasınız. Görsəz bunu çox şey dəyişir, amma yenə də dərindən işləmək üçün sizi gözləyirəm ödənişsiz webinarlarda.